Salam qızlar. Necəsiniz? Qızlar, yalancı dolması hazırlayıram. Göyərtinin bol vaxtıdır. Aprel ayında göyərti boldur. Qəşəng, ləzzətlidir, ətirlidir. Yalancı dolmanın da əsl vaxtıdır. Mən bunu hazırlamaq üçün burada kişnişli, çüyüd, nanə, göy soğan doğramışam. Qəşəng qarışdırmışam. Sonra bura əlavə edirəm doğranmış soğan. Bir dişdə sarımsaq əlavə eləmişəm. Biraz pomidor, bir dənə. Bir pomidoru xırda-xırda doğrayıb əlavə edirəm. Sonra düyü xırdası, biz buna xırda deyirik, ağdaş düyüsünün kəsilmişi də xırda. Dolmada çox dadlı olur, həm də aşırı düyü görükmür. Düyü əlavə edirəm. Sonra biraz sumaq əlavə edirəm. Duz. İstiyot əlavə edirəm. Bir də əridilmiş kərə yağı. Kərə yağını da özüm hazırlayıram. Çox dadlı olur. Bol eləyirik yağını. Əgər quyruq varsa evdə, quyruq da əlavə etmək olar. Onda daha da dadlı olur. İndi məndə quyruq olmadığı üçün yağ tökürəm, amma yağı bol eləyirəm. Onda ləzzətli olur. Sonra bunları qarışdırır, qoyuram. Bir saat, yarım saat qalır. Dadları bir-birinə çıxır. Ondan sonra yarpağa bükürəm. Çox ləzzətli olur. İstəyən kələmə də bükə bilər. Təzə kələm də çıxıbdır. Qəşəng kələmdə olması kimi dadlı olur. Əgər kələmə bükürüksə, pomidorunu biraz bol edirik. Bir də biber varsa, biber əlavə edirik içinə. Onda ləzzətli olur. Hazırlayanlara nuş olsun. Dolmamız artık hazırdır. Yalancı dolma biraz iri bükülür. Ona göre de dolmalarım iri iridir.